Ay qardaşlar, ay cəmaat, ay müsəlmanlar, bizim bədbaxtlığımız orasındadır ki, biz adamların fərqini ayırtdaşdıra bilmirik axı. Ya ayırtdaşdırırsa, qəsdən o əyri yola gedirik. Mən çox adamların yerinə utanıram burada. Bax, İsa Qəmbər bəy danışdı burada. O bir dəfə payız gəldi, çıxdı Kəlbəcərə. Bizim rayona gətirib 3 adam qoymuşdular. Buraya olan adamın hamısının canı üçün mən onun bir kəlməsini bu yan demərəm. O adamın biri Montiyor'du, o zadın nədir, icra başçısı qoyduqları. Heç bir işdə, anadan olandan bir vəzifədə işləməmişdi, təhsili də yox idi. Atası ilə anası 20 ildir, bir evin altında yaşayır, dalaşmışdılar, ayrılmışdılar. O gədə onları bir yerə yığa bilmirdi, atası ilə anası. Feyli adamla Kəlbəcər kimi yerə icra başçısı qoyma olar. Onun birinci mavini 10 il türmədə yatmışdı. Heç bir işdə bir gün işləməmişdi. İkinci mavini də bu il gətdi qoydu. Onun üçüncü mavini, atası Nemesplen olmuşdu onun. Azərbaycandan 300 adamın üzünə dirəndi onun atası, yalandan ki, Vlasovun ordusunda biz olmuşuq, kimlə arası yox idi. Üçüncü qoyduğu adam da oydu. Onun üçü o rayonu məhv elədi. Bu adamın, adama deyirlər dostluğunu, yoldaşlığını tanır, özünün kim olduğunu mən deyim. Ayrı şey nə lazımdır? Əbilfətin kadrlarıdır. Əbilfət burada, nədir Əbilfət burada deyir ki, bəyin toyuna gedin. O bəy 15 gün toy elədi orada, Kəlbəcərdə. Kəlbəcərdə o Nikolay dövründən bəri heç bir o varlı adam, ağıllı adam 3 gündən artıq, 2 gündən artıq toy eləməyib. 15 gün toy elədi. Əbilfəz də burada sizin bax bu iclasda, bu zalda demişdi ki, hamınızı deyirəm Kəlbəcərdə bəyin toyuna gedin. Onu hamı eşidib o sözü. O cür rəhbərlik olan yerdə, Kəlbəcər kimi bir yer. Mən keçən dəfə Gəncədə müşavirə oldu, Pənahın müşavirəsində, yaqin yoldaşların əksəriyyəti oradaydı. Mən orada bu sözləri dedim. Orada dedilər ki, Kəlbəcərdən 78 min adam bir dəfə qəzetdə yazdılar ki, köçür. Özdə devlət səviyyəsində köçürülür. Bir dəfə dedilər 68 mindir. Bir dəfə dedilər 60 mindir. Mən orada dedim ki, bir halda ki, prezident aparatı, prezident və Nazirlər Kabineti rayon əhalisinin sanını bilmirsə, onda o adamlardan nə danışmaq olar? Onlara nə demək olar? Dediyim məsələ budur. İsa Qəmbəri hamı deyir ki, doğrudan da o siyasətin başçılı adlandırırlar, o birisi deyir, yaxşı biləndi, bu birisi mən də deyirəm onu biləndi, amma o bilməyin heç biri bu xalqa lazım deyil. Faiz bir dəfə gəldi Kəlbəcərə, gəldi maşını sürdü, atın sürdü, düz o bəyin qapısında, düşdü oradan görüşdü, orada qonaqlıq yedi, oradan da getdi. Bir adamla görüşmədi. O vaxtıdır ki, ermənilər da yolu kəsməyə az qalmışdı. Oxtiya biri idi, Yanoya biri idi. Yaxşı, bu işləri bu adamlar görmür, onlar görmürdü. İndi o mətləbdən soruşmaq istəyirəm. Deyirlər ki, burada prezidentin nə günahı? Mən bir telegrama istəyirəm sizə oxuyam. Və mətləb də, o qalan yoldaşlar da o telegramadan xəbərdar olsunlar. Fevral ayının 20-sində mən prezidentə telegrama vurmuşam ki, istəyirsiniz ayrı adam oxusun, istəyirsiniz mən oxuyum, istəyirsiniz məzmunun deyil. Telegramada mən vurmuşam ki, Azərbaycanın prezidenti Əbilfəz Elçibəyə Laçın və Şuşa və Laçın kimi Kəlbəcər rayonunda qumara qoymuşsunuz. İndi onun uduzma vaxtı çatıb. Xahiş eləyirəm, məni çağırın Milli Məclisdə dindirin, bəlkə Kəlbəcərin bu qumara uduzmasından onu azad eləyək. Çox söz yazmışam, əsas dediyim budur. Telegram ona çatan kimi 750 manatda pul vermişəm. Gülşad burada yoxdur ki, soruşun. 3 dəfə, 4 dəfə ona zəng eləmişəm ki, Gülşad, telegramanı dedi, oxuyur əvəzdayı, qoyur stolun üstünə, nə yazıb bir adama vermir, nə bir nəticə görmür, nə heç kəsə demir ki, belədir. Dünən o mətləb deyirdi ki, əsas ola da gərək prezidentin məsuliyyəti. Bundan böyük əsas nə deyə bilərsiniz? Ay burada oturan məclis üzvləri və deputatlar və qalan Azərbaycanın qaymağı hesab olunursunuz. Bu adama mən bu telegramanı vurmuşam. Əgər yalandan vurmuşamsa, çağırsın məni məsuliyyət alsın. Düzdürmü? Desin ki, sən bizə niyə şər atırsan, deyirsən ki, qumara qoymuşsunuz. İndi də uduzur Kəlbəcər. Yox, əgər düzdürsə, tədbiri nədir bu adamın? Bunun deməli, Gəncədə də günahı yoxdur, Kəlbəcərin verilməsində də günahı yoxdur. Bax, sizə deyirəm, onda Pənaha da Gəncədə dediyim sözdür. Kəlbəcərin əhalisi barədə heç kəs düşünməsin.
Amma Kəlbəcərə 23 rayonun qoyunu gedib yaylaqlanırdı Kəlbəcərdə. Kəlbəcərdə 320 ton qızıl yerin altında valyutaya daxil olur. Dünyada heç yerdə tapılmayan uran Kəlbəcərdədir. İsti suyu bu saatı erməni yığır aparır, Ərəb ölkələrində satır onu, Ermənistanı bir ildə aldığı o isti su gəlir. Çünki bizim adamlar tənbəldir Azərbaycanınki. O isti su hamısı çaylara axırdı. Axı erməni qoymaz o çaylara axar. Ay canım, bəs bu niyə əsər eləmir bizim adamlara? İsa Qəmbərə, Tahir Kərimliyə, o Zada Rəhimliyə, ondan sonra o biri, o adın çəkmədiyim adam. Niyə onlar burada kimi müdafiə eləmək istəyirlər bunlar? Kəlbəcər rayonunda olan haqq hesab nə Şuşada olmuyor, nə Laçında olmuyor, nə Xocalıda olmuyor. Çünki orada adamın 5-i ölər, qalanı da varın, dövlətin çıxardar, gələr bir yerdə yaşayar. Buradakı o adamlar deyir ki, Əbilfəz Elçi bəyə, bu qalan adamlara hamısı məsuliyyət olsun. Amma bunun məsuliyyəti yoxdur. Amma mən deyərdim ki, o qalanların heç birinin məsuliyyəti yoxdur. Mən belə deyərəm. Çünki Müdafiə Naziri tabidir ona, Daxili İşlər Naziri tabidir ona, ondan sonra Milli Təhlükəsizlik Nazirliyi tabidir ona. Bir dəfə dedilər ki, gənə yoldaşlarla söhbət edəndə dedilər ki, onu Rəhimlə zad qoymur işləyə, İskəndər, yoxsa özü yaxşı adamdır, yaxşı deyər. Dedim, yaxşı, əgər o yaxşı adamdırsa, Rəhim də bir iş eləyirsə, onun qulağını vurmaq onun əlindədir. İskəndər də eləyirsə, qulağını vurmaq onun əlindədir. Əgər o adamın yolu düz olsa, onun ağlı dərrəkəsi olsa, o qalan adamlar onun işini nə tərk oza bilər? Mən yenə də deyirəm buradakı adamlara, əgər onun yerində olmadığını, hələ bizim əhali indi də başa düşməyib ki, o adam təsadüfən seçilmiş adamdır, təsadüfən qoyulmuş adamdır, özlə nə tər qoyulur, ax seçilməyib də, seçkilər nə tər gedib, onu da hamı bilir, onun barəsində olan seçkilər. İndi gəlin belə eləyək, qardaş. Bu Əbilfəzdən ötürün o canından başdan keçənlər, geçsinlər Əbilfəzdən oradan keçsinlər Ermənistana. Çünki onun yeri oradadır. Onun arxası oradadır. O, ayrı bir şey demirəm, hamınızın yadındadır ki, fevral ayının 6-sında, 7-sində, 8-də Yerevanda olan o mitinglərdə deyilirdi ki, bizə Qarabağ lazım deyil. Petrosyan istefa versin. Bunu hamımız eşidirdik, düzdürmü? Ondakı o bəyanatı Fərəşquliyev, əvvəla Fərəşquliyev hardan gəldi çıxdı bu Bakıya, Azərbaycanın mərkəzinə? Onun hansı fəaliyyətləri olub? Axı, əvvəlcən bir adamı bir vəzifəyə qoyanda ondan soruşurdular ki, görək bu adamın atası kimdir, babası kimdir, özü kimdir, bu adamın bu vəzifəyə layiğı var, yoxsa yoxdur. Axı, belə haqq hesab olanda millətin də başına bu cür iş gələcək. İndi də bizim adamlarımız gənə kreslo davası çəkirsə, gənə o adamlar vəzifə güdürsə, gənə o adamlar istəyir ki, bir o əvvəl qazandıqlarından gənə üstünə qazanmaq istəyirlərsə, onda torpağın qalan da gedəcək. Da bizdə torpaq qaləlməz onda. Bir gəlin, buradakı adamlar, o döşünə döyən adamlar, o indi ki, burada deyir ki, hə, biz yaratmışıq, biz qurmuşuq, qurduqları dövləti gördük da onlar da öz işlərin başa vurdular. İndi qoçaqlıq torpağı müdafiə eləməkdir, torpağı azad eləməkdir.